Alman hüququnda, ümumilikdə kontinental hüquq sistemində culpa in contrahendo adlı prinsip var. Culpa in contrahendo nə deməkdir? Yəni müqavilənin bağlanması zamanı günah anlamına gəlir. Əslində bizim mülki məcəllə, ümumilikdə civil law Alman hüququndan, Alman məcəlləsindən, mülki məcəlləsindən modifikasiya olunsa da, oradan əsinlənsə də, bu prinsip tam anlamıyla bizdə tətbiq oluna bilmir. Müəyyən maddələrdə, müəyyən formalarda öz əksini tapsa da, əslində culpa in contrahendo nəzəri cəhətdən mümkün olsa da, praktiki cəhətdən bu prinsipin tətbiqi mümkün deyil. Bu prinsip ilk dəfə Alman hüquqşünas Rudolf Van Jering tərəfindən 19-cu əsrdə inkişaf etdirilir. Culpa in contrahendo prinsipinin anlamı nədir? Culpa in contrahendo prinsipinin anlamı odur ki, nəinki müqavilə bağladıktan sonra, müqavilə bağladıktan öncə də bir tərəfin qarşı tərəfə qeyri-etik davranışları, nihilist münasibəti, sui-istifadəsi yenə də müqavilə bağlanmasa belə məsuliyyətə gətirib çıxara bilər. Məsələn, bir şəxs qarşı tərəfi müqavilə bağlamaq niyyəti olmasa da uzun müddət danışıqlarda saxlayır və onun vaxtını alır. Bu zaman o culpa in contrahendo prinsipini pozmuş olur. Və yaxud da bir tərəf qarşı tərəfi natamam və yalan məlumatlarla müqavilə bağlamaq kıvamına gətirmək istəyir və bunun üstü açılır. Yenə də bu prinsip pozulmuş olur. Bu zaman zərər çəkmiş tərəf məhkəməyə müraciət edə bilər və qarşı tərəfdən maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Diqqətiniz üçün təşəkkür edirəm.